Noyabrın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. Leyla Əliyeva şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib. Qəhrəman oğulların həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb. Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün yaşa mərkəzinə baş çəkib. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyəti planları barədə məlumat alıb. Qeyd olunub ki, mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Leyla Əliyeva balaca pasientlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğur arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına əyaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub. Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına bir nömrəli 11 illik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olub. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən 11 illik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti, tar, kamança, qarmon, violin, royal, piano və sair tədris müəssisəsinə hədiyyə edilib. Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təşkil olunub.